95% insan Amerika gələndə də Amerika Dream deyilən bir anlam var da. Yəni ki, Amerikanı xəyallarınla gəlir ki, mən Amerikada gələcəm, Amerika məni qucağına alacaq və deyəcək, bəs sən hardaydın bu neçə ildir? Bə gəl çıx da. Təbii ki, elə deyil. Sən nəinki Amerikada, Avropada, hansısa bir başqa ölkədə ümumiyyətlə lazım deyilsən və sən gəlib özünü bu ölkəyə satmalısan, təqdim eləməlisən, belə deyək. Və hal-hazırda cavanların faciə, ümumiyyətlə insanların Amerika və yaxud xarici gedən insanların ən böyük səhvi ondadır ki, ona düşünür ki, yaşa gedəcəm də, mən nə olur ki, mən bacarıram belə. Sən nə təklif edə bilərsən? Sən misal üçün sən gəldin, hə mənəm Həsənəm, bilirsiniz nətərəm, mən Azərbaycanda aparıcı olmuşam, nə bilim falan olmuşam, peşməkan olmuşam. Sonra sən Azərbaycanda olmusansa bura niyə gəlmisən? Belə bir sual. İkincisi də ki, bilirsən Amerikada sən tanınmış həkim, professional bir professor ola bilərsən hətta. Sən Amerika gələndə sıfırdan başlamalısan. Sənin bütün uğurların arxada qalır.